məşqçiləri rolundadılar. Əli Əliyevin son hazırlıqları bir səsləndi, oyun başladı. Topa ilk toxunuşu Qarabağ futbolçuları etdi. Onun yoxluğunda Mateus Silva'nın mərkəz müdafiəçisi kimi oynadır. Mövqeyində oynadır Qurban Qurbanov. Bu arada Chris Kouakou topu itirdi, qayda pozuntusu yoxdur. Prince Ovusu'nun zərbəsi və gol! Qəbələ hesabı açır 6-cı dəqiqədə. Prince Ovusu! Növbəti də fərqlənir bu mövsüm. Qəbələnin gənc forvardı. Fabian Bunçic'in də səhvi var idi əlbəttə ki. O qədər də çətin zərbə deyildi bu, amma erkən gol Qarabağdan gözləyə bilərdik bəlkə də, amma Qəbələdən gəldi. Jaime Sierra burada topu aldı Emanuel Adday'dan. Hər şey burada başladı. Daha sonra Prince Ovusu dəstək verdi. Rahatladı mövqeyini, zərbə indirdi uzaq küncə və Fabian Bunčić topu əlindən buraxdı hətta. Bax, burada fikir verin, topu tutmaq istəyirdi. Top sürüşdü əlindən, əllərindən çıxdı və qapıya daxil oldu. 1-0. Gözlənməz başlanğıc. Erkən gol Qəbələdən Prince Ovusu. İlk dövrənin maçında ilk dəqiqədə qırmızı vərəqə almış. Beşiktaş oyunda meydana çıxmayıb. Bu arada sol cinahdan Qarabağın hücumu. Aldancı hərəkətlər, zərbə. Uzaq küncə dəqiq alınmadı Musa Qurbanlı. Nuqay Rəşidov. Yaxşı gördü burada Massumunu. Çox boşluq verib müdafiədə Qarabağ. Massumu. Ötürməsi əks cinaha. Eşqin Əhmədov. Onun zərbəsi uzaq küncə. Az fərqli top qapını aralı keçdi. Aday, Kouakou. Önünü 3 futbolçu bağladı. Qayda pozuntusu yoxdur deyir hakim. Əli Əliyev və əks hücum. Qəbələdən Prince Ovusu sürət yığır. Prince Ovusu Balo dəstək verir. Ovusun zərbəsi top dirəkdən qaydır. Canım Balo ilə Chris Kouakou mübarizəsi. Əllə oyuna burada Prince Ovusu işarə edirdi. Nəyə görə gəlin baxaq. Söhbət hansı əldən gedir? Yox, əlbəttə ki, burada topa Toral Bayramın ötürməsi qapı qarşısına. Topa zərbə indirən tapılmadı. Kaşşuka gəldi, çatdı top. Kaşşukdan qapı qarşısına ötürmə. Başla zərbə və gol! 1-1 Bədavi Hüseynov fərqlənir. 27-ci dəqiqədə Qarabağ hesabı bərabərləşdirir. Bədavi Hüseynov mövsümdə ilk golunu vurur. Komandanın kapitanı. Baxaq epizodun təkrarına. Burada hər hansı bir ofsaydı yoxdur. Bu öz yerində. Kaşşuk topu saxladı. Baxdı. Çox incə bir ötürmə verdi. Heç bir ofsaydı yoxdur. Əla ötürmə, əla zərbə və 1-1. Hesab bərabərləşdi. Bədavinin ilk golum və Kaşşuk heyvana çatmır. Zəif alında artıq gücü çatmırdı dəqiq ötürmə verməyə. Ovusunun amma yenidə Qəbələ topu qazanır. Şahin Şahniyarov Balua ilə oynadı. Balua yaxınlaşır cərimə meydançasına. Ötürməsi Massum istiqamətində. Massum o qapı qarşısında. Balua və Bunčić. Offside var idi mi? Var idi. Çox güman ki zərbə ilə başa çatdırması alqışa layiqdir, tərifə layiqdir. Əlbəttə Massum offside-daydı, amma istənilən halda çox yaxşı bir kombinasiya. Sadə. Bədavi çox şey bacar meydanda. Təkcə müdafiə olunmağı deyil. Gol vurmağı da bacarır, bugün göstərdi və ötürmə verməyi də bacarır. Kəsərli ötürmələrdə indi söhbət gedir. Kouakou'nun zərbəsi. Verdi Qarabağ. Şahin Şahniyarov, Balua. Balua ötürməsi qapı qarşısına. Nuqay Rəşidov başla ötürmə. Massumu ikinci zərbə və Bunčić. Araşdırarıq. Çox maraqlı bir dəqiqə izlədik hissənin sonunda. Hər iki komanda fərqlənə bilərdi. Əvvəlcə Qəbələ bax bu epizodda hesabı 2-1 edə bilərdi. Daha sonra isə Qarabağ. İndi isə artıq Qarabağ hücumdadır. Kaşşuk. Kaşşuk'da ötürmə qapı qarşısına Ramil Şeydayev. Fasliyə komandasını hesabda öndə yollamalıydı. Necə bunu bacarmadı?
tam aydın deyil. Şahin Şahniyarov uzaq dirək istiqamət ötürməyə indirdi topu Baluğa. Zərbə İşkin Əhmədovdan Bunçic. Nə saldı özünü. Lakin Yankoviç çətinlikdən zövq alan futbolçulardandır. Rami Şeydayevdən sağ cinaha ötürmə Kaşyuk sürət yığır. Aleksey Kaşyuk. Onun zərbəsi top tirdən qayıdır. Yıxdı və son epizodun təkrarı. Kaşyuk hər şey doğru etmişdi. Zərbəsi də heç pis alınmamışdı amma bəxti gətirmədi. Bugün Elvin Cəfərquliyev, Zubir, Leandro Andrade, Zubir çevrildi, sola baxdı. Elvin Cəfərquliyev ilə oynadı. Yankoviç ilə Elvin'in divar paslaşması. Elvin'dən yerlə qapı önünə Musa Qurbanlı. Musadan geri Yankoviç və gol! 2-1 Qarabağ hesablı öndə. 79-cu dəqiqədə nəhayət istədiyi gol tapdı. Kimsə sayar bu kombinasiyada neçə ötürməyi etdi Qarabağ futbolçuları. Yankoviç Elvin Cəfərquliyev ilə divar paslaşması etdi. Daha sonra Elvin qapı qarşısında Musa'ya topu ötürdü. Musa topu saxladı, çevrildi, baxdı. Yankoviç boş mövqeydə özünü təklif etdi. Musa topu ona ötürdü və Yankoviç bir topunuşla topu Qəbələ qapısının 9-luğuna göndərdi. İşkin Əhmədov ötürməsi qapı qarşısına başla zərbə, daha bir zərbə. Top qapıdan yan keçir, heç keçmədi. Top meydandan çıxmayıb. Zubir topu meydanda saxladı. Leandro Andrade ilə oynadı. Marko Yankoviç'dən uzun diagonal sol cinah istiqamətində Abdullah Zubir öz mövqeyindədir. Zubir cərimə meydançasındadır artıq. Son nöqtəni qoya bilər Qarabağ. Abdullah Zubir yığdı özlərinə futbolçuları. Camilo Duran blok qoyuldu zərbəsinə. Daha bir zərbə Pedro Bicalio'dan. Yeni müdafiəçilər. Zubir hücum davam edir. Həmlə davam edir. Leandro Andrade top çatmadı. Qarabağın 2-1 hesablı qələbəsi ilə nəticələnir. Bu epizod yoxlanılırdı. Burada əllə oyunun olub-olmadığı müzakirə mövzusu idi.